Muhammed ve Ali Muhammed. Aha, çok güzel. Eşidirsiniz. Nəsə suallar onu yazabilirler. Aha. Hı. Hamı eşidir yəqin. İnşallah bugün birinci dersimiz olacaq. Ərəb dili mükalimə deyirlər. Bizim dildə danışıq, ərəb dili danışıq. Əvvəla mən bilmək istəyərdim ki, ümumi qardaşların aleykümselam, iştirakçıların ərəb dilində üzdən bəli, audio qeydi olacaq, səs qeydi olacaq və səs qeydi atılacaq qrupa atılacaq, admin atacaq, onu görəcəksiniz. Dərsdən sonra səs qeydi atılacaq. Bəli. İndi bilmək istəyərdim ki, mən iştirakçıların ərəbcə, yəni hərfləri bilirlər, bilmirlər, yəni yazıb oxumaq. Ən azı oxumaq heç olmasa olsun. Zəhmət olmasa hər kəs yazıb oxumağı və yaxud ən azı üzdən oxumağı bilirsə, bir işarə qoysun ya sözlə yazsın ki, biz bilək onu. Bəli, burada üzdən oxumağı bilməyənlər varsa, zəhmət olmasa yazsınlar. Çətinliklər düzələcək inşallah, amma əsas odur ki, biz dərsimizi hardan başlayaq, yəni hansı mərhələdən başlayaq, onu gərək bilək. Təbii ki, bizdə Quran dərsi deyil. Düzdür, indi niyyətimiz ərəb dilini öyrənməkdə, gələcəkdə dini ədəbiyyatı, dini kitabları oxumaq, danışmaq və digər məsələlər var. Amma çox gözəl. Demək olar ki, elə bilirəm, xeyr, problem yaratmır. İnşallah ki, öyrənərsiniz. Amma elə bilirəm ki, əksəriyyət üzdən oxumağı bilir və bəziləri yazmağı da bilirlər. Hər halda, indi lap əvvəldən başlamaq istəyən, yəni hərflərdən başlamaq istəyənlər, hərfləri yazıb oxumağı öyrənmək istəyənlər, bizim qiraat dərsimiz var da, proqramda qiraat dərsimiz var. Bəli, bu gecədən başlayacaq. Hansı müəllimdir? Anar müəllim inşallah başlayacaq. Qiraat dərsi, yəni Quran oxumaq dərsi, orada artıq lap sıfırdan, hərfləri yazmaq və oxumaqdan başlayacaqlar inşallah. Əgər 21:30 olacaq. 21:30-da, indi qrupda qeyd olunacaq olar, qrupda izləyərsiniz, görəcəksiniz. Hər halda, əgər kimsə istəyirsə lap əvvəldən hərflərdən başlasın, hərfləri yazmağı və Quranı oxumağı öyrənsin, bir mərhələ orada keçəndən sonra bu dərsə qoşula bilər ki, biz burada artıq, belə deyək, sözbəsöz öyrənməkdən başlayaq. Davam edə bilərik. Bəli, elə bilirəm buraya qədər aydın oldu. Kimisə sualı olsa yenə də yaza bilər, sonradan qrupa da yaza bilər. Və bizim mərhələmiz kitabın PDF-i atılıb, qrupa yəqin ki görürsünüz. Kitabın PDF-i atılıb. Bizim kitabımız bu olacaq. Bir dəqiqə mən özüm də kitabı açım. Bəzi məsələləri sizə deyim, ondan sonra inşallah. Deməli, kitabımızın adı Təlimül Lüğəl Ərəbiyyə li qeyrin natiqinə biha. Deməli, bu kitab ərəb dilini bilməyənlər üçün, ərəb dilini danışa bilməyənlər üçün ərəb dilini öyrənmək kitabıdır. Çox sadə kitabdır, çətin kitab deyil. Kitabın
adı Kitabul Əsasidir. Kitabul Əsasi. Cüzül əvvəl. Birinci cüzlə biz başlayacağıq. Hər kəs qrupdan girib PDF-i aça bilirsə və yaxud PDF-i öz telefonuna yükləyə bilirsə, çox gözəl olacaq ki, PDF qabağında olsun və biz gələcəyik ta deməli kitabda 11-ci səhifəyə gələcəyik. Əvvəllər ki, orada müqəddimədir, onları buraxacağıq və gələcəyik birinci dərsə, Əd-Dərsül Əvvəl. Əd-Dərsül Əvvəl. Mən elə bu dərsdə indi elə müqəddimələri deyəcəm sizə. Çox güman ki, dərsin başlanmasına çatdıra bilməyəcəyik. Çünki bir neçə məsələlər var ki, əvvəlcədən bunları biz danışmalıyıq. Və sizin suallarınızı qəbul edəyəm, suallara cavab verək. Ondan sonra gələn dərsimizdən inşallah bizim tam sürətlə dərsimiz başlayacaq inşallah. Bəli, mən tövsiyə eləyərdim ki, hər kəs PDF-i öz telefonuna yükləyib və telefondan kitabı izləyə biləcəksə, belə eləsin. Amma tapşırıqlar olacaq, kitabda tapşırıqlar var. O tapşırıqları işləmək üçün mən elə bilirəm ki, ən yaxşısı budur ki, hər dərs üçün kitabdan bir neçə səhifə özünüzə, məsələn, kseriskopiyadan çıxarasınız. PDF-i, məsələn, bilirsiniz, indi harasa geçsəz kseriskopiya yerinə PDF-dən neçə səhifə açır və yaxud kimsə istəyər, məsələn, kitab 529 səhifədir. Kimsə istəyər, məsələn, bütöv kitabı çıxartsın və onda olsun. Çünki bu kitab həm oxumaq üçündür, həm də kitabın özündə tapşırıqlar işləniləcək. Görürsünüz, məsələn, bir neçə səhifə qabağa verəndən sonra, məsələn, 14-cü səhifədən artıq tapşırıqlar başlayır. Və burada tapşırıqlarda yazılıb, söz yazılıb və nöqtələr qoyulub. O nöqtələrin yerini biz tapşırıq kimi doldurmalıyıq. Bunu yadda saxlayın. İndi hər kəs gələn dərs üçün artıq mən elə bilirəm ki, hər kəs kitabdan bir neçə səhifə çıxara bilsə, 5-10 səhifə çıxara bilsə yaxşı olar. Artıq biz kitab qabağımızda olar və kitabla dərsimizi başlayacağıq. Və kim də istəsə bütöv kitabı çıxartsın və onu qəşəng tikdirsin, onda olsun, onu da eləyə bilər. Çünki bu kitab çox lazımlı kitabdır. Biz bu kitabın üstündə çox işləyəcəyik və nəhayətdə əgər inşallah bu kitabı uğurla biz qutara bilsək, bu kitabın ikinci mərhələsi olacaq bizdə, ikinci cildi olacaq, onu da PDF-ini taparıq, o gələcək üçün inşallah və o daha yüksək mərhələdir. Baxın, bu kitabda bizim əsas işimiz nə olacaq? Əgər 11-ci səhifəni aça bilmişsinizsə, yəni ərəb dilini üzdən oxuya bilənlər aça bilibsə, 11-ci səhifədən izləyin məndən və mən bəzi şeyləri burada bu kitabın ümumiyyətlə dərs qaydasını mən sizə izah eləyim. Ondan sonra inşallah gələn dərsdən elə yenə biz 11-ci səhifədən, yəni dərs-ül əvvəl, birinci dərsdən başlayacağıq. Bəli. 11-ci səhifədən kitab başlayır. Diqqət eləsəz, baxın, kitabın başlanğıcı belədir. Sözlər verib və sözlərin üstündə şəkillər verib. Artıq biz sözü oxuyandan sonra şəkillə artıq bilirik ki, bu söz nədir? Məsələn, birinci söz kurrasatun. Kurrasatun sözüdür. Kurrasatun balaca bir kitabçaya deyərlər ərəb dilində və o kitabça şəklində verib orada görürsünüz. Sonra gəlir məsələn kitabun. Kitab şəkli verib orada, biz artıq o kitab şəkli ilə sözü tanıyırıq. Sonra gəlir kurrasatun və kitabun. Bu artıq məsələn söz birləşməsi qurur bizim üçün. Aydındır? Əvvəl sözlər verir, sonra söz birləşməsi qurur bizim üçün. Kurrasatun və kitabun. Kurrasat, dəftərçə və kitab belə gedir. Sonra aşağıda görürsünüz, məsələn, qələmun, qələm sözü verib, sonra mistara sözü verib, sonra məqəd sözü verib, hamısının şəkilləri var. Məktəb sözü verib, məktəb yəni yazı stolu, yazı masası, ofis masasına deyərlər. Müdərrisun, məsələn, müəllim, saburatun, yazı taxtası, diqqət edirsiniz. Baxın, bu formada bu kitab belə gedir. Sonra növbəti səhifədə bizə tapşırıq verir.
Məsələn, növbəti səhifəyə biz gələndə 12-ci səhifəyə görürük ki, orada yazılıb Ət-Tədribul Əvvəl. Birinci yuxarıda Əd-Dərsil Əvvəl yazılmışdı, yəni birinci dərs. İkinci səhifədə, 12-ci səhifədə Ət-Tədribul Əvvəl yazılıb. Bunları mən danışıram, yəni bunlara yenə qayıdacağıq. Sadəcə mən kitabın qaydasını sizə izah edirəm. Ət-Tədribul Əvvəl yəni birinci tapşırıq. Yəni birinci dərsin birinci çalışması, belə deyək, tədrib çalışmaya deyərlər. İqra el-kəlimat el-atiyə. Tapşırıq nədir? Tapşırıq bundan ibarətdir. Biz ki, yuxarıda o sözləri şəkillə oxumuşduq, indi burada şəkilsiz bu sözləri verir. Deməli, biz 12-ci səhifəyə gələndə artıq 11-ci dərsi biz, yəni 11-ci səhifədə olan birinci dərsi biz artıq öyrənmiş yəni artıq öyrənmişik. Yəni necə? Orada olan sözlər ki var, özümüz üçün lüğət kimi yazmışıq və o lüğətləri əzbərləmişik. Artıq biz burada 12-ci səhifəyə gələndə, məsələn, kurrasatun deyəndə biz artıq onun tərcüməsində deməliyik. Qələm deyəndə biz artıq onun tərcüməsində deməliyik. İndi dərs əsnasında biz gələcək dərslərimizdə bəzən mikrofonları açacağıq ki, mən sizi dinləyə bilim. Bəzi suallar verim, sizdən cavab ala bilim. Və nəhayət deməli 12-ci səhifə belə gedir. Sonra gəlir yenə də, yəni ki 13-cü səhifədə tapşırıqdır və ta 14-cü səhifəyə gəlir. 14-cü səhifədə artıq bizim birinci dərsdə öyrəndiyimiz sözləri biz nə edəcəyik? Biz yaddaşımızda, yəni əzbərləmişik və şəkillər də verib burada. 14-cü səhifəyə diqqət eləsəz, görərsiniz. Kitabun və 2 dənə şəkil verib. O şəkildə nə var? O şəkildə qələm və kitab var. Deməli, biz burada tapşırığı işləyəndə yazacağıq, yəni bu ev tapşırığı olacaq. Artıq siz lüğətə baxmadan şəkillərə baxıb, şəkillə o sözü yadınıza salmalısınız və onun o sözləri həmən o nöqtələrin yerinə yazmalısınız. Kitabun və qələmun. Məsələn, kitab var, kitab sözünü yazıb, vədən sonra nə yazmalıyıq? Şəkildə qələm var, deməli qələm yazmalıyıq. Sonra yazıb mistaratun və nöqtələr qoyub. Mistaranın yanında, yəni xətkeşin yanında nə var? Kurrasatun var, yəni kitabça, dəftərçə var. Biz oraya yazacağıq mistaratun və kurrasatun. Sonra gəlir 3-cü sətirdə 3 dənə söz ardıcıl verir. Bir dənə sözü yazıb, 2 digər sözlərin yerinə nöqtələr qoyub. Biz orada yazacağıq məktəbun və müdərrisun və sabburatun. Və belə qabağa gedəcəyik. Bu da sizin üçün bir misal olaraq çəkdim bunu. Sonra nəhayət 15-ci səhifədə tapşırıqlar var və 15-ci səhifədə artıq birinci dərs qurtarır. İndi birinci dərsi biz gələn dərs inşallah keçəcəyik. Sadəcə mən tanışlıq üçün bunları verdim. İkinci dərs yenə də həmçinin dərs-ü-thani, ikinci dərs gəlir və burada da yenə sözlər verir və yenə sözləri şəkillərlə verir, sözləri tapşırıq formasında verir və belə gedir qabağa. Hər halda elə bilirəm ki, biz kifayət qədər kitabın qaydası ilə, proqramı ilə tanış olduq və bizə əsas nə lazımdır burada? Bizə əsas lazımdır ki, mütləq və mütləq dil öyrənmək üçün birinci növbədə kitabımız olmalıdır. Bu kitabdan istifadə edəcəyik. İkinci növbədə lüğət dəftərimiz olmalıdır. Lüğət dəftəri çox mühümdür. Çünki öyrəndiyimiz bütün sözlərin tərcüməsini biz gərək lüğətə yazaq və o sözləri əzbərləyək. Ondan sonra kitaba qaydanda artıq biz sözlərlə tanış olmuş olaq. Baxın, kitabın qaydası belədir və bu kitabın elə bir ki, bir qədər sözlərindən istifadə eləyəndən sonra, bir qədər söz ehtiyatımızı yığandan sonra kitabın növbəti səhifələrində, yəni bir qədər qabağa gedəndən sonra bizdə artıq müəyyən dialoqlar olacaq. Məsələn, 30-cu səhifədə əs-suq, artıq burada dialoqdur. Əs-suq yəni bazar. Artıq bazarda nələr satılır? Məsələn, burada ət var, balıq var, toyuq var, qəssab var və s. Artıq biz bu mərhələlərə gəlib çatacağıq. Və biraz da qabağa geçsək, indi mən siz üçün misal olaraq bunları deyirəm. Biraz da qabağa geçsək, söz ehtiyatımızı yığandan sonra, cümlələr qurmağa çalışandan sonra, yəni öyrənəndən sonra artıq bizim üçün
cümlələr gələcək. Məsələn, 56-cı səhifəyə mən getdim, misal üçün sizə misal çəkirəm. Ət-tabibu yefhasul marid. Artıq burada şəkil verib və şəkildə olan hadisəni cümlə ilə yazır. Şəkilə baxanda məsələn 56-cı səhifəyə əgər gedə bilsəz, misal olaraq bunları çəkirik. Məsələn, çarpayıdır, bir xəstə uzanıb və həkim onu müayinə eləyir. Və bu prosesi sözlə, cümlə ilə deyir. Ət-tabibu yefhasul marid. Həkim xəstəni müayinə edir. Görürsünüz? Bu artıq cümlədir. Artıq biz yavaş-yavaş bu mərhələdən sonra danışmağa başlayacağıq. Sonra bədən üzvlərini verir, bütün sözlərini verir və nəhayət biz biraz da qabağa getsək, ondan sonra artıq bizim üçün mətnlər gələcək. Biz mətnləri oxuyacağıq, mətnlərdə olan sözlərlə artıq tanış olacağıq və mətnləri yavaş-yavaş tərcümə eləməyə başlayacağıq və nəhayətdə biz artıq danışmağa, yəni cümlə qurmağa və danışmağa başlayacağıq. Hər halda digər məsələ budur ki, bu kitab belə deyək, məişət dilində yazılıb. Yəni məişət dili nə mənada? Gündəlik həyat tərzimiz nədən ibarətdir? Məsələn, biz həkimə gedirik, biz məktəbə gedirik, biz bazara gedirik, biz dükana giririk, biz evdə ailə ilə söhbət edirik. Baxın, bu kitab bu mərhələdədir. Yəni ümumi məişət gündəlik həyatımızda hansı cümlələri, hansı işləri görürüksə, bu mərhələdədir. Bu mərhələni keçəndən sonra artıq biz yəni bazarda nəyi necə soruşmaq lazımdır, aeroporta girəndə nəyi necə soruşmaq lazımdır, ondan sonra xəstəxanaya girəndə nəyi necə soruşmaq lazımdır, necə dialoq qurmaq lazımdır və bunları öyrənəcəyik. Bu olacaq bizim üçün mükalimə. Yəni mükalimə buna deyirlər. Danışıq dili buna deyirlər. Və onunla yanaşı təbii ki, biz burada bəzi qaydaları da öyrənəcəyik, ərəb dili qaydaları da öyrənəcəyik və kitab oxumaq və məsələn televiziyaya qulaq asmaq, qəzet və jurnal oxumaq bu artıq bu kitabın ikinci cildinə aiddir. Aydındır? İkinci cild biraz elmi səviyyədə gedir və orada biz artıq biraz da yuxarı mərhələyə çata bilərik və nəhayətdə əgər çalışsaq biz ərəb dilini yaxşıca öyrənə bilərik ki, lazım olanda ərəb ölkələrində və ərəblərlə dialoq qura bilək, danışa bilək və lazım olanda televiziyaya baxıb müəyyən filmləri izləyib ərəb dilində onlara da qulaq asa bilərik və ərəb dilində, ədəbi dildə yazılan kitablardan da istifadə edə bilərik. Başqa bir məlumat mən sizə verim ki, mən özüm ərəb dilini öyrənmək üçün bu kitabdan istifadə eləmişəm. Yəni bu kitabın həm birinci cildini, həm ikinci cildini oxumuşam, dərs kimi oxumuşam və gözəl də mənə fayda verib, kömək eləyib ərəb dilində. Digər bir məsələ bundan ibarətdir ki, biz həm də mətnlərə çatandan sonra biz imla yazmağa da çalışacağıq. Yəni imla bundan ibarətdir. Bir mətn verəcəm sizə, o mətni evdə bir neçə dəfə oxuyacaqsınız, əzbərləmək lazım deyil. Sadəcə oxumaq. Oxuyacaqsınız o həddə qədər ki, artıq belə deyək, mən o mətni burada sizin üçün oxuyanda siz o mətnə baxmadan mən deyəcəm, siz yazacaqsınız. Mən deyəcəm, siz yazacaqsınız. Buna deyilir imla. İndi məsələn məktəb illərində imla yazmışıq. Bu imla bizə nəyə kömək eləyəcək? Bu imla bizə ona kömək eləyəcək ki, biz eşitdiyimiz hər hansı bir ərəb sözünü və ərəb cümləsini onu köçürmədən eşidə yaza bilək. Və bu da bizə nəyə kömək eləyir? Bizə ona kömək eləyir ki, biz artıq sözləri tanımış olacaq. Çünki ərəb dilində indi burada üzdən oxuyanlar və hərfləri tanıyanlar var. Məsələn, ərəb dilində 4 dənə z hərfi var. Zəl var, vad var, zə var və 4 dənə, bəli. Vad, zəl, va, bir də zə var. Və indi biz bir söz, məsələn, zöhr sözü yazmaq istəyirik. Bu hansı z ilə yazılır? Gərək bunu bilək. Bunu imlada öyrənəcəyik. Və yaxud sin var, sad var, pəltək sə var və bu da. Bəli, sərf, nəhv bundan sonraki mərhələdir. İnşallah bir qədər bu kitabdan oxuyandan sonra bəzi kitablar var, onlara da inşallah əgər qismət olsa başlayaq. Xüsusən Nəhvül Vazih kitabı var ərəb dilində. Çox gözəl kitabdır. Ondan da istifadə edəcəyik inşallah. Bəli, mən elə bilirəm bu qədər sizə məlumat verdim. Səs yazısı da olacaq. Yenidən qrupda səs yazısına qulaq asa biləcəksiniz və hər kəs dəstə iştirak eləməyibsə, sonradan səs yazısına qulaq asacaq
Dərsimiz nə vaxtını bilirsiniz, hər bazar günü saat Bakı vaxtı ilə vaxtlar orada yazılıb da, hər halda görəcəksiniz. Orada vaxtlar yazılıb Bakı vaxtı ilə, Moskva vaxtı ilə və digər yerlərdə var. Buyurun, indi sizin hər nə sualınız varsa yazı formasında yaza bilərsiniz və yaxud kimsə səsli istəyirsə onun mikrofonunu aça bilərik ki, suallarını versin. Suallarınızı verin, bəli, əl qaldırıb onu necə açmaq lazımdır? Bütün mikrofonları aç, hər kəsin sualı varsa. Açıqdır hamısı. Bütün mikrofonlar açıqdır. Hər kəs istəsə öz mikrofonu açıb sualını verə bilər. Selamun aleyküm. Və aleykümselam və rəhmətullah. Şimdi bir şey soruşurum. Bütün burada keçirilən 10 dərə müəllim sizdə inşallah. Bəli. Bütün dərslərə qoşulmaq lazımdır, yoxsa necə? Kim hansı dərsə istəyirsə ona qoşula bilər. Allah razı olsun. Bəli, Allah sizdən də razı olsun. Başqa sualı olan varsa mikrofonunu açıb sual verə bilər. Mikrofonlar açıqdır. Selamun aleyküm ağacan. Aleykümselam və rəhmətullah. Uzun zamandır sizin dərsinizdə iştirak etmək istəyirdik. Allah şükürlər olsun, həmd olsun, nəsib oldu. Həm siz, həm digər ustadlardan çox şükür. İnşallah dua edirik ki, davamlı olsun və bizlər üçün də xeyirli olsun inşallah. İnşallah xeyirli olsun. Allah sizdən də razı olsun. Allah köməyiniz olsun. Bəli. Xeyr, xanımlar da qoşula bilər. Xanımlar da qoşula bilər. Suallarını da yazı formasında da yaza bilərlər. Problem yoxdur. Bir dənə də mesaj gəlmişdi, onu oxumadım. Görürsən sən orada. Hamısı bunlardır. Dinləyici kimi də iştirak edə bilərsiniz. Problem yoxdur. Amma problem yoxdur. Yəni dinləyici kimi iştirak edə bilərsiniz. Amma hər kəs istəyirsə, aleykümselam və rəhmətullah. Hər kəs istəyirsə, lap sıfırdan hərfləri öyrənsin. Çünki artıq bu mərhələ hərfləri öyrənmə mərhələsi deyil. Hərfləri öyrənsin. Bizim digər dərsimiz ki var, qiraat dərsi, indi bu axşam olacaq. Anar müəllimin dərsi. Ona qoşulub, lap əvvəldən hərfləri öyrənməyə çalışacaq və hərfləri öyrənəndən sonra, üzündən yazı oxunu öyrənəndən sonra bu dərsə yenidən qoşula biləcək. Yəni bu dərs bir qədər qabağa gedəndən sonra yeni bir qrup yığılsa, yenə də biz yeni qrupla bu kitaba əvvəldən başlayacağıq. Problem yoxdur. Bəli, başqa sualı olanlar varsa, bəli. Salam Ustad, Ərbaqçıyır. Aleykümselam və rəhmətullah. Ustad, indi bu keçdiyimiz sözlər tanış olmaq üçündür də, yəni. İnşallah növbətidə soruşarsınız bana. Mən hələ dərs keçmədim. Mən sadəcə sizə məlumat verdim. Yəni birinci dərsi, kitabın birinci dərsini gələn həftədən başlayacağıq. Orada artıq biz sözləri oxuyacağıq, tərcümələrini öyrənəcəyik və siz də ondan sonra özünüz üçün lüğət tutub sözləri əzbərləyəcəksiniz, sonra tapşırıqlara keçəcəyik. Başa düşdüm, çox sağ olun, Allah razı olsun. Sağ olun. Bəli, sual yazılıb ki, bu dərs nə qədər davam edəcək? O bizdən asılı deyil. Yəni dərsimizin gedişatına baxacağıq ki, əgər mənimsəmə qabiliyyəti yaxşı olsa, dərslər yaxşı gedər, sürətlə gedər. Yəni bir ayın işi deyil. Təbii ki, burada qardaş yazıb bir ay və yaxud neçə ay. Təbii ki, bir aya inanmıram bu kitab qutarsın. Hər halda dərsin gedişatından biz biləcəyik ki, sürət necədir
və neçə ay davam edəcək. Biz yəni ki, dərsimizi davam etdirəcəyik. Yəni tələsmirik, səbirlə hər həftənin bazar günü dərs olacaq. Əgər gələcəkdə tələbat olsa, yəni ki, görsək ki, məsələn, həftədə 2 dərsə ehtiyac var, vaxt var, həm mənim, həm sizlərin vaxtınız var. Biz onu həftədə 2 dərsə də çevirə bilərik. O gələcək üçün. Hələlik başlayaq bir həftədə bir dərs, görək nə olur. Bəli, sual yenə də deyəsən bir xanım sual verib ki, dərs kursu neçə müddətdir? Elə bilirəm ki, bundan qabaqki cavabım elə o idi. Dərs kursunu biz indi bu dəqiqə təyin edə bilmərik. Gələcəkdə görəcəyik ki, yəni ki, gedişat necədir. Sizə də təşəkkür edirəm, çox sağ olun. Bir də Ustad bir sual verə bilərəm mi? Bəli, buyurun. Ustad, indi hər həftədə bir dərs keçirilir. İndi yəni hər həftə bizdən soruşacaqsınız, yoxsa arxada qalanlar necə yəni olacaq indi? Biz dərsi keçəcəyik bu həftə, tapşırıqlar veriləcək. O tapşırıqları siz evdə eləyəcəksiniz və tapşırıqlar əsasında biz dərsin əvvəlində müzakirə edəcəyik, tapşırıqları soruşacağıq. Ondan sonra növbəti dərsi keçəcəyik. Yəni bu gün biraz qısa olacaq, yəni yarım saat artıq tamam olacaq birazdan. Yarım saata ya 40 dəqiqə tamamlayacağıq. Amma ola bilsin gələn həftə 1 saat davam eləsin dərsimiz, belə də ola bilər. Çünki tapşırıqları soruşmaq, bəzi tapşırıqları dərs əsnasında eləmək, ondan sonra yeni dərs keçmək. Yəni bilmək istəyirdim, hazır olmayanlar dərsə, onlar necə olacaq? Yəni onlara görə qalacağıq, yoxsa gedəcəyik qabağa? Xeyr, hazır olmayanlar sonradan səs yazısını dinləyəcəklər. Orada biləcəklər ki, tapşırıq nədir, eləyəcəklər və gələn dərsə hazır olacaqlar. Bizim əsas işimiz hazır olanlar, yəni dərsdə hazır iştirak edənlərlədir. Hazır iştirak eləməyən, yəni offline qulaq asanlar, onlar özləri sonradan qulaq asıb özləri necə eləyəcəklər onu. Yazı tapşırığı ya şifahi açıq tapşırıq. Elə bilirəm yazı tapşırığı bizə çox fayda verəcək. Çünki kitabın özündə yazı tapşırıqları çoxdur. Sizə göstərdim bəzi yerləri, yazı tapşırığı daha yaxşıdır. Çünki ərəb dilini öyrənən yazmağı da bilsin gərək, oxumağı da bilsin. Hər halda indi kimsə, məsələn, dinləyici kimi iştirak edir, yazmaqla arası yoxdursa, indi daha biz ona deyə bilmərik ki, məsələn, mütləq yazmalısın. Yəni, elə bilirəm ki, dərsdə ciddilik olsa, yəni ixtisasi olaraq ərəb dilini öyrənmək istəyən olsa, ciddi yanaşma, həm yazmalıdır, həm oxumalıdır, həm tapşırıqları yerinə yetirməlidir və elə bilirəm, inşallah faydalı olacaq. Bəli, inşallah yazı tapşırığı da olacaq, şifahi suallar da olacaq. Kifayətlənək. Allah sizə də müvəffəq eləsin, Allah sizə də bərəkət versin. Yenə qrup açıqdır. Yəqin ki, qrupu tanıyırsınız, PDF ora atılıb. Orada yenə suallarınız olsa verərsiniz, admin oxuyacaq və cavablandıracaq. PDF-i də dediyim kimi, qrupda yəqin ki, hamınız görürsünüz və çalışın gələn dərs ən azı bir 10 səhifə, kitabdan 10 səhifə qarşınızda olsun ki, biz dərsə başlaya bilək. Bəli. Təşəkkür edirəm. Əlavə sualları yoxdursa, elə bilirəm yekunlaşdıraq və əlavə suallarınızı qrupa yazarsınız. Çox sağ olun. Siz də sağ olun, Allahın amanda olun. Gələn dərs görüşənə dək. İnşallah sağ olun. Sağ olun, sağ olun. Allahın amanda sağ olun. Yekunlaşdıraq.